Azərbaycandan Gürcüstana, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin və yük qatarlarında sərhəd gömrük prosedurları sürətləndiriləcək. Bununla bağlı tapşırıq verilib. Bilirsiniz ki, bu yaxınlarda açılan Bakı-Tbilisi qatarında, sərnişin qatarında böyük kəsikdə yoxlama həyata keçirilir, sərhəd gömrük yoxlaması həyata keçirilir və buna 1 saat vaxt ayrılır. Eyni zamanda da Gürcüstan ərazisində 1 saat vaxt ayrılır, Qardabanında yoxlama olur. Bu prosedurun həm sadələşdirilməsi, biraz daha sürətləndirilməsi tapşırığı verilib. Yük qatarında bu prosesin nə qədər həyata keçirdiyini bilmirəm. Sərnişin qatarında ancaq rəsmi məlumata görə 2 saat həm Azərbaycan arasında, həm də Gürcüstan arasında ümumilikdə 2 saat bu sərhəd gömrük prosedurlarının aparılması üçün, yoxlamaların aparılması üçün 2 saat vaxt gedir. Deməli, may ayının 28-də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri dəmir yolu nəqliyyatı vasitəsilə Azərbaycan-Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması, habelə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyükəsik dəmir yolu stansiyalarına baxış keçiriblər. Səfər çərçivəsində qeyd olunan stansiyalarda mövcud infrastruktur, sərhəd və gömrük nəzarətinin təşkili vəziyyəti, sərnişin və yük daşımalarının operativ və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün yaradılmış şərait, eləcə də xidmətin təşkili ilə bağlı mövcud mexanizmlər yerində yoxlanılıb. Baxış zamanı sərhəd keçid prosedurlarının təkmilləşdirilməsi, rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, həmçinin nəqliyyat təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilib. Aidiyyəti üzrə qarşıda duran vəzifələr müəyyən olunub.